Bugünkü münazirə limfa sisteminin anatomiyası, limfa sisteminin quruluş elementləri, limfa axacaqları, onların topografiyası, baş, boyun, döş qəfəsi, ətrafların limfa düyünləri, damarları haqqında olacaq. Əvvəlcədən bildiyinizə görə, ümumiyyətlə damar sistemi iki şöbəyə bölünür. Qan damar sistemi, vazosanguina və limfa damar sistemi, vazolimfatika. Qan damarlarında qan adlanan maye toxumu cərəyan edir. Limfa damarlarında isə limfa adlanan rəngsiz maye toxuma cərəyan edir. Ümumiyyətlə, limfa sistemi venos sistemə köməkçi olaraq inkişaf edir və bunun vəzifəsi limfanın bu hüceyrəarası sahədən, yəni ki, toxumalardan onu çıxardaraq onu venos sistemə daşımaqdan ibarətdir. Yəni bunun bir nəqliyyat, transport vəzifəsi vardır. İkinci tərəfdən limfa sistemi vasitəsilə bu hüceyrəarası sahələrdə olan o ölmüş bu hüceyrələrdir, mikroblardır, ümumiyyətlə bədən üçün olan zərərli yad cisimlərdir. Onları çıxarmaqdan ibarətdir və eyni zamanda zülalların kolloid məhlulları və suda həll olan kristalloidləri toxumalardan çıxardıb bunu limfa kapilyarına keçirməkdən ibarətdir. Ümumi şəkildə götürsək, iri molekullu maddələr bu ancaq limfa kapilyarlarına sorulur. Bunu venos qan kapillarları öz divarlarından keçirə bilmir. Və beləliklə limfa sistemi venos sistemə köməkçi vəzifəni həyata keçirir. Bundan başqa limfa sistemi vasitəsilə patogen mikroblar tutulur və eyni zamanda məhv olunur. Ondan başqa limfa sistemində onun damarları boyunca yayılan limfa düyünlərdən yeni limfositlərdir, leykositlərdir. Ümumiyyətlə, limfoid elementlər yaranır və bu da ki, limfanı zənginləşdirir. Limfanın digər bir vəzifəsi ondan ibarətdir ki, bu hormonları toxumalara, orqanlara daşıyır və orqanlar arasında əlaqə yaradır. Digər tərəfdən, əgər şiş hüceyrələri olarsa, xərçə hüceyrələri olarsa, bu da limfa sistemi vasitəsilə yayılır. Limfa sistemi ilə venos sistemi arasında həm oxşar əlamətlər vardır, həm də ki, fərqli əlamətlər vardır. Bunların oxşar əlamətləri ondan ibarətdir ki, mayenin cəryanı periferiyadan mərkəzə doğrudur. Yəni, həm limfa, həm də ki, venolarda olan venos qan, bunlar periferiyadan mərkəzə ürəyə doğrudur. İkinci bir tərəfdən həm limfa damarların divarlarında, həm də ki, venos qan damarların divarlarında qapaqların olmasıdır. Bəs fərqli cəhət nədən ibarətdir? Fərqli cəhət ondan ibarətdir ki, əgər qan damar sistemində bu damar sistemi bu qapalı dövran təşkil edirsə, ancaq limfa sistemində isə belə qapalılıq yoxdur. Yəni, limfa sisteminin periferi ucu kör olur, mərkəzi ucu isə açıq olur və venos sistemə açılır. Digər tərəfdən, limfa sistemi venos sistemindən fərqli olaraq limfa damarları boyunca limfa düyünlərinin yerləşməsidir. Baxaq görək limfa sistemi hansı başlanğıc elementləri nədən ibarətdir? Limfa sisteminin başlanğıc elementləri limfa kapillarlarından ibarətdir. Limfa kapillarları bir-birlə birləşərək limfa damarlarını əmələ gətirir. Limfa damarların birləşməsindən limfa kötükləri və o kötüklərin də birləşməsindən iri kollektorlar, yəni limfa axacaqları əmələ gəlir. Limfa kapillarları ilə venos qan kapillarlarının quruluşu arasında fərq vardır. Bu fərq ondan ibarətdir ki, bu venos qan kapillarlarının diametri ilə limfa qan kapillarlarının diametrləri arasında
müəyyən dərəcədə fərq vardır. Limfa kapillarların diametri daha böyükdür. Onun diametri 200 belə deyək də mikrona qədər, yəni 0,2 millimetrə qədər deməli çatır və bunun böyük olması da bu iri molekullu zülalların bunu kapillarların divarından keçməsinə səbəb olur. Digər tərəfdən limfa kapillarının divarı bir qat endotel hüceyrələrindən təşkil olunmuşdur və bu endotel hüceyrələri, yəni ki, bu qatı təşkil edən endotel hüceyrələri bu nazik dəstələr vasitəsilə toxumaların kollagen liflərinə deməli ki, birləşmiş olur və bunun da əhəmiyyəti vardır ki, bunun nəticəsində limfa kapillarları genişlənir və daha çox deməli ki, mayyəni tuta bilir. Xüsusən bu ödemlər zamanı hansı ki, deməli ki, bunun burada olan mayyənin miqdarının çoxalmasına, yəni onun tutmasına deməli ki, səbəb ola bilər. Limfa kapillarları bir-birlə birləşəndə deməli torlar yaranır. Ancaq bundan başqa limfa kapillarları ola bilsin ki, ilgək şəklində olsun, ya sadə ilgək şəklində, ya da ki, mürəkkəb ilgək şəklində olsun. Bu əsasən bağırsaqların xovlarında, nazik bağırsaq xovlarında təsadüf olunur. Ancaq bəzi orqanlarda limfa kapillarları olmur. Belə ki, sümük iriyində olmur, cifdə olmur, dalaqda olmur. Bundan başqa dərinin epidermis qatında olmur, oynaq qırğızlarında olmur. Bu beyində olmur, onun da beyində olmur. Sonra göz almasında, qulaqda, daxili qulaqda burada limfa kapillarları olmur. Ancaq burada limfa sahələri vardır və bu kapillarların deməli ki, bu hansı bunu əvəz edə bilir. Yəni ki, beyin qışalar arasındakı sahələr vardır. Belə ki, bu qışa altı, həmişə torna bənzər qışa altı boşluqlardır, beynin daxilindəki olan məndəciklərdir və s. Və burada və yaxud da ki, göz almasında göz kameralı mayəsidir, daxili qulaqda götürəndə endolimfa mayəsidir, perilimfa mayəsidir və bunlar da özləri deməli ki, hansı ki, deməli limfa kapillarlarını əvəz edirlər. Limfa kapillarının birləşməsindən limfa damarları yaranır. Limfa damarlarını iki qrupa bölmək olar. Bir orqan daxili və bir də orqan xarici limfa damarları. Bu orqan xarici limfa damarlarında artıq limfa damarlarının belki daxilində kapillar, daha doğrusu qapaqlar belki meydana çıxır. Yelkən şəklində bu qapaqlar bir-birinə qarşı dayanmış belə qapaqlar yaranır. Bundan başqa orqan daxili limfa damarların da ki bu ancaq bunun quruluşuna gəldikdə, divar quruluşuna gəldikdə əsasən iki qatdan təşkil olunur. Bunun daxili qat, daxili qat və xarici nazik adventisə qışasından ibarət olur. O harda ki qapaqlar olan yerlər var, o limfa damarının, orada daralmalar əmələ gəlir və bu daralmalar ilə arasında isə genişlənmələr yaranır və limfa damarları sanki bir təsvir şəklini alır. Bu orqan xarici limfa damarları ilə orqan daxili limfa damarlarında əgər götürsək, qapaqlar orqan daxili limfa damarlarında daha yaxın yerləşir. Təxminən bu arasında məsafə 2-3 mm, amma orqan xarici limfa damarlarında isə bu qapaqlar arasındakı məsafə 12-15 mm-ə qədər çatır. Bu qapaqların əsas vəzifəsi ondan ibarətdir ki, limfanın geriyə doğru hərəkət etməsinin qarşısını alır, ancaq o bir istiqamətə doğru limfa hərəkət edir. Bu venalardan fərqli olaraq burada qapaqlar daha vena qapaqlarından fərqli olaraq burada qapaqlar daha nazik olur. İndi biz əgər bu həm arteriyaların, həm venaların divar quruluşunu, həm də ki limfa damarlarının divar quruluşuna baxsaq, gördük ki, burada da eynidir. Yəni daxildən intima qışası,
ortadan əzələ qişası, xaricdə isə adenisə qişasıdır. Və dediyimiz kimi onun və orqan daxili limfa damarları əsasən iki qişadan ibarət olur. Artı orqan xarici və limfa damarlarının isə onun divarları 3 qatdan təşkil olunur. Limfa damarları boyunca limfa düyünləri yerləşir və ya dediyimiz kimi bu limfa düyünlərinin yerləşməsi onu venöz sistemindən fərqləndirir. Limfa düyünləri müxtəlif ölçüdə ola bilər. Bunlar sancaq başı böyüklüyündən iri lobya dənəsi böyüklüyünə qədər ola bilər. Yəni 3-5 sm qədər buna ölçüsü çata bilər. Bunların formaları da müxtəlif cür olur. Ya belə böyrək formasında olur, ya yerdə olur, ya da ki oval şəklində olur, ya da ki belə segmentlərə bölünmüş şəkildə olur və ya da ki zolaq şəklində olur. Bu limfa düyünlərinin ümumi miqdarını götürsək, bədənimizdə 1000-ə qədər belə limfa düyünləri yerləşir. O limfa düyünlərinin biz onu funksiya nisbətdə götürsək, bunlar demək ki, səthi limfa düyünləri və bir də dərin limfa düyünləri, yəni fasciyanın üzərində yerləşən səthi limfa düyünləridir. Fasciyadan isə dərində isə dərin limfa düyünləri yerləşir. Ümumiyyətlə limfa düyünlərinin yerləşmə yerinə baxdıqda, əsasən bu bədənimizdə olan təbii çuxurlarda yerləşir, yəni ki, qoltuq çuxurunda yerləşir, dirsək çuxurunda yerləşir, dizaltı çuxurunda yerləşir. Bundan başqa boyundakı olan o üçbucaqlarda, çuxurlarda bu limfa düyünləri yerləşir. Bir də ki, iri damarların ətrafında yerləşir. Orqanların isə bu qapısında limfa düyünləri yerləşir. Limfa düyünlərinin əsas vəzifəsi nədən ibarətdir? Bu, ümumiyyətlə, bioloji süzgəc vəzifəsini daşıyır. Yəni, hər bir orqanın özünün limfa düyünü vardır və o orqandan çıxan limfa, o limfa düyününü keçdikdən sonra, təmizləndikdən sonra digər limfa düyününə gedir və orada əgər təmizlənməyən, yəni ki, o bakteriyalardan, mikroblardan təmizlənməsə, yəni digər bu limfa düyünündə onu təmizlənir. Beləliklə, limfa düyünü bioloji süzgəc, bioloji filtr vəzifəsini həyata keçirir. Limfa düyünü ki, onun bir xarici səthi çıxıq olur, ancaq onun bu içəri səthində isə basıqlıq olur və ora limfa düyünün qapısı deyirlər. Bu limfa düyünün qapısına arteriya sinirlər daxil olur, vena və bir də ki, buradan aparıcı damarlar, limfa damarları çıxır. Ümumiyyətlə, limfa düyünü xaricdən kapsüllərə əhatə olunub, birləşik toxumada əmələ gələn kapsülə əhatə olunub. Onun çıxıq səthindən daxil olur gətirici damarlar, buna vas afferens deyilir. Bu gətirici damarların miqdarı ola bilər 2-4, bəzən də çox olur, 7-8 ədəd olur. Ancaq onun qapısından isə aparıcı damar, vas efferens xaric olunur. Bunun isə miqdarı 1-2 ədəd ola bilir. Ümumiyyətlə, gətirici damarların miqdarının çox olması, aparıcı damarların isə miqdarının az olması nəticəsində limfa düyünündə təzyiq yaranır və bu təzyiqin hesabına limfa düyünündə limfa süzülür. Limfa düyününün kapsulasından daxilə doğru atmalar gedir. Bu atmalar limfa düyününün stromasını təşkil edir. Atmalar arasında isə limfa düyünün parenximası qalır. Limfa düyününün parenximası isə 2 maddədən təşkil olunur. Bu, qabıq maddə və bir də ki, onun qapısına yaxın olan beyin maddə. Bu, trabekullar, hansılar ki, kapsıldan limfa düyününə daxilə doğru gələn atmalar, eyni zamanda qapıdan da belə atmalar gəlir. Beləliklə, bu uzun qapı atmaları ilə bu kapsulanın verdiyi deməli ki, bu atmalar bəzən bir-birlə, əgər uzun olarsa, bir-birlə birləşə bilər. Bu beyin limfa deməli ki, düyünün bu qabıq maddəsi limfoid düyüncüklərdən təşkil olunub, folikullardan təşkil olunub. Onun ətrafında isə difüz limfoid toxumu vardır. Ancaq bu beyin maddə isə
təşkil olunur. Burada retikulyar toxumadan, yəni limfoid toxumadan təşkil olunur. Və burada beyin atmaları, medulla horda deyilən ki, zolaq şəklində olan atmalar olur. Beyin maddələrindən hesabına əmələ gələn bu beyin atmaları horda medullaris deyirlər. Bunların bir-birlə birləşməsindən mürəkkəb tor əmələ gəlir və bu mürəkkəb tor da bu limfa düyününün qapısına yaxın yerləşir. Gətirici damarlar kapsanın altındakı olan kapsa altı cibə açılır və beləliklə demək ki, gələn limfa axaraq kapsa altı cibə tökülür. Bu kapsa altı cib, sinus subkapsularis deyilir və buradan limfa axaraq qabıq ciblərinə keçir. Yəni, qabıq maddə ilə atma arasında qalan cibə qabıq cibi deyilər, sinus corticalis deyilir. Sonra isə limfa axaraq beyin ciblərinə keçir. Yəni, beyin maddə ilə atma arasında qalan cib beyin cibi adlanır. Beyin ciblərinin isə bir-birlə birləşməsindən qapı cibi yaranır və bu qapı ciblərindən isə başlayır artıq aparıcı damar. Beləliklə, hər bir orqandan çıxan bu limfa düyününü keçdikdən sonra, təmizləndikdən sonra digər limfa düyününə keçir və beləliklə bir orqanın ətrafında bir neçə belə limfa düyünü ola bilər. Məsəl üçün, bağırsaqlarda götürsək, orada limfa düyünləri miqdarı çoxdur. 66-dan 404-ə qədər limfa düyünləri var. Əgər qoltuq çıxımını götürsək, isə 12-dən 45-ə qədər limfa düyünləri var. Qasıq limfa düyünlərini götürsək, burada 4-dən 20-yə qədər belə limfa düyünləri var. Və beləliklə, ümumiyyətlə götürsək, hər bir orqanın özünün təmizləyici limfa düyünləri vardır. Ancaq qida borusunun orta hissəsindən bu hansı ki çıxan bu limfa isə o birbaşa döş axacağına açılır. Orada limfa düyününü keçmədən. Bu isə nisbətən təhlükəlidir. Çünki əgər qida borusunda xərçəng xəstəliyi olarsa, o birbaşa artıq limfa sisteminə keçir. Yəni, limfa düyününü keçmədən, o təmizlənmədən birbaşa tez bir sürətdə bu xərçəng hüceyrələrinin, bu bədxəstə şiş hüceyrələrinin yayılmasına səbəb olur. Buna görə də o qida borusunun orta hissəsinin hansı ki o limfa düyünlərinin olmaması o nisbətən tez bir zamanda xərçəng xəstəliyinin, əgər qida borusunda xərçəng xəstəliyi olarsa, onun gəlməsinə səbəb olur. Limfa düyünlərindən çıxan bu damarlar, aparıcı damarlar, sonradan onların hamısının bir-birlə birləşməsindən beləliklə limfa kötükləri yaranır. O limfa kötükləri həm bu bədənin həm aşağı hissəsində, həm də ki yuxarı hissəsində belə limfa kötükləri yaranır. Bu limfa kötüklərinin birləşməsindən iki axacaq yaranır. Yəni ki, iki böyük limfa damarı, kollektor limfa damarı yaranır. Bunlardan birisi döş qəfəsi axacağıdır, ductus thoracic, digəri isə sağ limfa axacağıdır, ductus lymphaticus dexter adlanır. Ductus thoracic döş axacağı, bunun uzunluğu 30-40 cm-dir. Buna əmələ gələn yeri diafraqmadan aşağıda 12-ci döş fəqrəsi ilə 1-ci B fəqrəsi arasında 3 kötüyün birləşməsindən yaranır. Onlardan sağ bel kötüyüdür, sol bel kötüyüdür və bəzən isə bağırsaq kötüyü də iştirak edir. Amma əsasən iki kötükdür, sağ bel kötüyü, sol bel kötüyüdür və dediyimiz kimi bəzən də bağırsaq kötüyüdür. Bunların üçünün birləşməsindən əmələ gəlir döş qəfəsi axacağı. O döş qəfəsi axacağının başlanğıc hissəsi geniş olur. Ona hilus sisteması, süd görü deyirlər. Hilus sözünün mənası süd deməkdir. Bu nə mənasında götürülür? Belə ki, həzm prosesi zamanı yaranan bağırsaqlarda olan limfanın rəngi süd rəngində olur. Bu, ümumiyyətlə biz demişdik ki, limfanın rəngi olmur. Ümumiyyətlə,
limfa sözünün mənası Latın sözündən götürülübdür. Yəni ki, təmiz, şəffaf su deməkdir. Yəni ki, bu mənada işlədir. Amma süd rəngində olması o ancaq bu həzm prosesi zamanında bağırsaqlardan sorulan limfa yağların qarışması nəticəsində onun rəngi süd rənginə olur və vaxtilə alimlər bu limfa damarların üzərində tədqiqat aparanda, onları görəndə onları elə süd damarları adlandırmışlar. Bunu xüsusilə İtalyan alimə Gasparo Azello o bağırsaqlardan gələn limfa damarlarını süd damarları adlandırmışdır. Ancaq digər bir İtalyan alimi 16-cı əsr alimlərdəndir, Bartolomeo Yevstaki. Bu ilk dəfə o döş axacağını, bu atların, deməli ki, məhv olmuş atların o ki, döş qəfəsində bu döş axacağını ilk dəfə o təsvir etmişdir. Döş axacağı qarın boşluğu arxa divarında yarandıqdan sonra bu diafraqmanın əlçıları arasından döş boşluğuna keçir və döş boşluğunda omurganın üzəri ilə, qida borusunun arxası ilə, döş aortası ilə tək venanın arası ilə yuxarı doğru qalxır. 6-cı, 7-ci döş fəqərəsi bərabərində sola doğru meyl eləyir. 3-cü döş fəqərəsi bərabərində bu qida borusunun arxasından çıxır və 5-ci, 7-ci boyun fəqərəsi səviyyəsində bu artıq döş qəfəsi axacağı onun boyun hissəsini keçir. Təxminən 7-ci boyun fəqərəsi bərabərində bu bir qövs əmələ gətirərək sol venoz bucağa açılır. Sol venoz bucaq, sol daxili vidaci ven ilə sol körpüçüaltı venanın arasında qalan bucağa deyilir. Ümumiyyətlə, döş qəfəsi axacağının uzunluğu bayaq dediyimiz kimi 30-40 cm çatır. Bundan da hələ uzun ola bilər və onun 4 hissəsi ayrılır. Onun birinci hissəsi onun qarın hissəsidir. Bunun ikinci hissəsi, ən uzun hissəsi onun döş hissəsidir. Üçüncü hissəsi bunun boyun hissəsi, dördüncü hissəsi isə onun qövs şəklində olan hissəsidir. Və burada qövsün əmələ gəlməsinin də bir funksional cəhətdən əhəmiyyəti ondan ibarətdir ki, burada limfanın bu sol venoz bucağına keçməsi üçün daha yaxşı şərait yaranmış olur. Döş qəfəsi axacağı bədənimizin 4/3 hissəsindən limfanı yığır. Yəni, bu deməli ki, əgər ümumi şəkildə götürsək, bütün bədənin, yəni bütün aşağı ətraflardan, bu qarın boşluğundan, qarnın divarlarından, sonra döş qəfəsinin sol yarısından, sol ağciyərdən, ürəyin sol yarısından, sol yuxarı ətrafdan, boynun sol yarısından və bir də ki, başın sol yarısından limfanı yığaraq sol venoz bucağa açılır. Yerdə qalan isə, hansı ki, bədənin 4/1 hissəsi, təxminən bunun 30% olan hissəsi isə, bu sağ limfa, oradan yığılan, bədənin o hissəsindən yığılan limfa, sağ limfa axacağına toplanır. Ümumiyyətlə, sağ limfa axacağı çox vaxtı olmur və bu ayrı-ayrı kötüklər şəklində olur. Daha doğrusu, bu hansı ki, bədənin o sağ yarısından, yəni döş qəfəsinin sağ yarısından, bu döş qəfəsinin bu sağ yarısından sağ ağciyərdir, sağ yuxarı ətrafdır, başın, boynun bu sağ yarısından gələn limfa ayrı-ayrı kötüklər şəklində sağ venoz bucağa açılır. Yəni, 3 kötük şəklində. Bunlardan birisi sağ vidaci kötükdür, digəri sağ bronx orta divar kötüyüdür və bir də ki, sağ körpüçüaltı kötükdür. Əgər bu 3 kötük birləşərsə, burada təxminən 10-12 mm uzunluğunda sağ limfa axacağı yaranır və bu da ki, sağ venoz bucağı, yəni sağ daxili vidaci veni ilə sağ körpüçüaltı venanın birləşdiyi yerə açılır. Bütün bu limfa düyünlərini əgər biz qruplara bölsək, yəni bədən nahiyələrinə görə bölsək, var ki, başın limfa düyünləri, boynun limfa düyünləri,
Sonra döş qəfəsinin limfa düyünləri yuxarı ətrafın, aşağı ətrafın, çanağın və qarnın limfa düyünləri aid olunur. Bu limfa düyünlərinə biz regional limfa düyünləri deyirik ki, yəni hər bir nahiyədən yığılan limfa o regional limfa düyünlərinə keçdikdən sonra onlar sonradan iri kötüklər şəklində axıcıqlara əmələ gətirir və venoz bəlkə bu sistemə açılır. Ümumiyyətlə, limfanın cəryanı qandan qanadır. Yəni, o qandan əmələ gəlir, tezdən yenə də qana soğudur və beləliklə bu venoz sistemə köməkçi vəzifəsini həyata keçirir. Əgər biz başı limfa düyünlərini götürsək, burada bu qulaq arxasında məməyə bənzər limfa düyünləridir. Sonra ənsər limfa düyünləridir. Sonra qulaqaltı vəzifəsinin səthi limfa düyünləri var, dərin limfa düyünləri var. Yüzün limfa düyünləridir, çənə limfa düyünləridir, çənəaltı limfa düyünləridir. Qulaq arxası limfa düyünləri aid olunur. Boyun limfa düyünlərini isə yerə də səthi və bir də ki, dərin limfa düyünlərinə bölürlər. Səthi limfa düyünləri əsasən xarici vidacı vena boyunca yerləşir. Dərin limfa düyünlərini isə iki qrupa bölünür. Bir dərin ön qrup limfa düyünləri, digəri isə boynun dərin bayır qrup limfa düyünlərinə bölünür. Boynun dərin ön qrup limfa düyünləri bu qırtlağın önündə, nəfəs borusunun önündə, nəfəs borusunun yanında və bir də ki, qalxana bənzər vəzində yerləşən limfa düyünləridir. Dərin bayır limfa düyünləri isə daxili vidaci vena boyunca yerləşir və bu dərin bayır limfa düyünlərindən burada bir limfa düyününü klinik baxımdan ayırt edirlər. Bu limfa düyünlərindən birisi ki, qarıncıqla açılan dal qarıncığı ilə bu daxili vidaci venanın kəsişdiyi yerdə olan limfa düyünüdür. Bu limfa düyünü noduli limfatisi jugulodigastritsə adlanır. Digər limfa düyünü isə daxili vidaci vena ilə kürək-diraltı əzələnin bir-birinə çarpazlaşdığı yerdə olan limfa düyünüdür və buna isə deməli kürək vidaci kürək-diraltı limfa düyünü noduli limfatisi yəni ki, homoheydiz deyilir. Bu nodulus limfatisi jugulodigastritkus və də nodulus burada jugulohomoheydisin bu ayrıca şəkildə götürməsinin səbəbi odur ki, əgər dilin xərçəngi olarsa, dilin zirvəsində xərçəng olarsa, bu əvvəlcə bu limfa yəni ki, xərçəng hüceyrələri limfa damarları vasitəsilə yayılır çənəaltı limfa düyünlərinə. Sonra isə çənəaltı limfa düyünlərinə isə limfa damarları vasitəsilə boynun bu dərin limfa damarları vasitəsilə gəlir bu kürək-diraltı limfa düyününə keçir. Əgər kürək limfa düyünü bu zaman artıq əgər xərçəng hüceyrələri olarsa, burada bu limfa düyünü şişir, böyüyür. Ümumiyyətlə, normada limfa düyünü çox yumuşaq olur. Bunu ancaq deməli patoloji proses olduqda limfa düyünü böyüyür, şişir və sərtləşir, bərk olur. Normada bunu o qədər də əlləmək asan olmur, çünki bu kütləsi bunun yumuşaq olur. İndi əgər dilin kökünə yaxın olarsa, xərçəng xəstəliyi və ya ki, bədxəstəlik şiş olarsa, onda bu limfa damarları boyunca yayılan bu limfa gəlib bu iki qarıncıqlı dediyimiz jugulodigastrit vidaci iki qarıncıqlı limfa düyününün şişməsinə, böyüməsinə səbəb olar ki, bunu da bayaq dediyimiz kimi klinikada əhəmiyyəti var. Burada da slaydda da siz dərin boynun bayır limfa düyünlərini burada görürsünüz. Sonraki limfa düyünlərindən hansılar ki, udlaq arxası limfa düyünləridir və udlaq arxası limfa düyünləri də iltihabı proses olarsa, udlaqda, burun boşluğunda, burun ətrafı ciblərdə bu limfa düyünləri də şişib böyüyə bilər. Digər tərəfdən yuxarı ətrafın limfa damarlarına və limfa düyünlərinə biz fikir versək, onda burada görərək ki, yuxarı ətrafın bir səthi limfa damarları aid olunur. Bir də ki, onun dərin limfa damarları. O səthi limfa damarları dəraltı pik hattında yerləşir və bu
səthi venaları müşahidə edir. Bildiyimizə görə yuxarı ətrafda iki səthi vena vardır, dəraltı venadır. Bunlardan birisi baş venadır, digəri isə şax venadır. Ona görə bir baş venanın boyunca yayılan yuxarı ətrafın bayır səthi limfa damarlarıdır. Digər tərəfdən bu yalnız ki şax vena boyunca yayılan yuxarı ətrafın içəri səthi limfa damarlarıdır və bir də sahilin ön səthi ilə yayılan orta qrup limfa damarlarıdır. Bu bayır qrup limfa damarları baş vena boyunca onu müşahidə edərək gəlir bu qoltuq limfa düylərinə açılır. Artıq əgər baş barmaqda, daha doğrusu bu bayır limfa damarları, səthi limfa damarları baş barmaqda ikinci, bir də ki, üçüncü barmaq səviyyəsində əmələ gələn, hansı ki dəridə, dərialtı pika qatında yerləşən o limfa kapilyalarının birləşməsinə əmələ gəlir və bu birbaşa gəlib açılır artıq deməli ki, bu dediyimiz qoltuq limfa düyünlərinə. Əgər baş barmaqda ikinci və yaxud da ikinci, üçüncü barmaqda iltihabı proses olarsa, onda artıq bu irili proses qoltuq limfa düyünlərinə yayılır və qoltuq limfa düyünləri burada şişir. Digər tərəfdən içəri qrup limfa damarları, yenə söhbət gedir səthi limfa damarlarından. Bu əsasən 4-cü, 5-ci və bəzən də deməli ki, 3-cü barmaqdan bu limfanı qəbul edir. O kapilyaların orada birləşməsinə əmələ gəlir. Şax venanı müşahidə edərək gəlir əvvəlcə bu dirsək limfa düyünlərinə, sonra isə dirsək limfa düyünlərindən keçərək qoltuq limfa düyünlərinə açılır. Burada əgər çeşirə barmaqda və ya da ki 4-cü barmaqda iltihabı proses olarsa, onda əvvəl dirsək limfa düyünləri şişir, sonra isə qoltuq limfa düyünləri şişir. Orta qrup limfa damarları isə bir tərəfdən həm dirsək çuxuruna çatdıqda, bir tərəfdən həm bayır qrup limfa damarlarına birləşir, digər tərəfdən də içəri qrup deməli ki, limfa damarlarına birləşir. Ümumiyyətlə, qoltuq çuxurunda yerləşən limfa düyünləri, buna biz qoltuq limfa düyünləri deyirik. Bu qoltuq limfa düyünləri 5 qrupa bölünür. Bu limfa düyünləri həm qoltuq çuxurunun bu arxa divarında, həm onun bayır divarında, içəri divarında, onun qoltuq çuxurunun bu ortasında, yəni ki, onun mərkəzi limfa düyünləri də deyilir və bir də ki, qoltuq çuxurunun bu zirvəsində zirvə limfa düyünləri ayrılır. Ümumiyyətlə, əsasən 5 qrup limfa düyünləridir. Bunların qoltuq çuxuruna yerləşən limfa düyünləri miqdarı 12-dən 45-ə qədər çata bilər. Ancaq bəzən böyük döş hissəsi ilə kiçik döş hissəsi arasında da ön limfa düyünləri də, yəni ki, döşarası limfa düyünləri də təsadüf olunur. Bu limfa düyünlərin bütün yuxarı ətrafdan gələn limfa düyünlərini keçirib. Bundan başqa bu limfa düyünlərini eyni zamanda döş qəfəsinin ön divarından gələn də limfa bu limfa düyünlərini keçirək, sonra isə kötüklərə açılır. İndi süd vəsindən limfanın daşınma yoluna biz gəldikdə, bu qadınlarda bu süd vəsinin şişləri, bu bədxassəli şişləri xərçəngi zamanı bu süd vəsindən bu limfanın daşınma yolunu bilməyin çox böyük kliniki əhəmiyyəti vardır. Ümumiyyətlə, bu limfanın hansı ki daşınma, süd vəsindən bu daşınma axma yollarına baxdıqda, adətən süd vəsini 4 kvadratda bölürlər. Bu kvadratdan yuxarı bayır kvadrat, bundan yuxarı içəri kvadrat, aşağı bayır kvadrat və aşağı içəri kvadrat. Bu, deməli, yuxarı bayır kvadratdan və bu daşınan hansı ki bu limfa, əsasən bu keçir qoltuq çuxurunun, yəni içəri qrup limfa düyünlərini, mərkəzi limfa düyünlərini və bir də ki, zirvə limfa düyünlərini. Və beləliklə, bu, əgər bunun bu yuxarı bayır kvadratda irinli proses olarsa və yaxud da ki, xərçəng olsa, şiş olsa, bu hansı ki, irinin həm yayılması, həm də ki, xərçəng hüceyrələrinin yayılması
birbaşa bu dediğimiz limfa düğümlerine keçir. Eğer bu aşağı bayır kvadratda olarsa hem buradan limfa bir taraftan axır qoltuq limfa düğümlerine, yani ki içeri qoltuq limfa düğümlerine, diğer taraftan ise döş yanı limfa düğümlerinde açılır. Bundan başka bu yukarı içeri kvadrattan, bir de aşağı içeri kvadrattan olan yani ki limfa esasen yani ki döş yanı limfa düğümlerine yayılır ve döş yanı limfa düğümlerine axır ve buradaki sonra ise döş yanı limfa düğümlerine bu ön orta divar limfa düğümlerine sonra ise bronx orta divar yani ki kötüğüne axır ve bununla da sonra sağ limfa axacağını veya da ki döş kafesi axacağını keçirək burada xərçəng hücrelərinin yani ki bütün limfa sistemine yayılmasına sebep olur. Burada eğer xərçəng xəstəliyi olarsa süd vəzisinin, onda süd vəzisini bütövlükdə çıxardırlar və eyni zamanda qoltuq limfa düğümlərini, döş yanı limfa düğümlərini və bir də ki, böyük döş hücrəsində bəzən deməli ki, çıxardırlar ki, yəni ki, xərçəng hücreləri yenidən metastaz verib, yəni yayılmasın, yəni bədəndə digər orqanlarda zədələməsin. Döş boşluğunun limfa düğümlerine geldikdə, burada hem parietal limfa düğümləridir, hem de ki visceral limfa düğümləridir. Burada parietal limfa düğümləri arka qabaq arası limfa düğümləri ve diyafragmanın yukarı limfa düğümləridir. Ancak bunun visceral limfa düğümləri ise ön orta divar limfa düğümləri, arka orta divar limfa düğümləri ve nefes borusu önü, nefes borusu yanı, nefes borusu bronx ağciyər limfa düğümləri bu döş kafesine visceral limfa düğümlerine ait olunur. Bu slaytda da siz yani ki burada azı ki döş kafesinin bu visceral limfa düğümlerini görürsünüz. Ümumiyyətlə bu boşluqlarda yerleşen limfa düğümlerini hem iki grupa bölürlər. Bir parietal ve ki visceral, yani ki hem divarlarda olan hem de ki organların etrafındaki olan yani ki bu limfa düğümleri. Karın boşluğunda olan limfa düğümlerine baksak burada da yine parietal limfa düğümleri ve buradaki visceral limfa düğümleri ait olur. Parietal limfa düğümlerine karın üstü limfa düğümleri ve bel limfa düğümleri, aşağı diyafragma limfa düğümleri ait olur. Ve bu visceral limfa düğümleri ise burada karın kökünün etrafında yerleşen limfa düğümleridir. Karaciğerin limfa düğümləridir, dalağın limfa düğümləridir, pankreasın limfa düğümləridir və mədənin limfa düğümləri. Mədənin limfa düğümlərini bölürlər. Mədənin sağ limfa düğümləri, mədənin yəni limfa düğümlərini onun arteriyası boyunca yayılır. Yəni mədənin sol arteriyası boyunca sol, yəni ki mədə limfa düğümləri, mədənin sağ arteriyası boyunca mədənin sağ limfa düğümləri, sonra mədənin böyük əyriliğində sağ mədə pilik limfa düğümləri, sol mədə pilik limfa düğümləri, mədənin girəcək limfa düğümləri və bir də ki mədənin çıxacaq limfa düğümləri ait olunur. Bu da mədənin xərçəngi zamanı, mədənin müxtəlif şişləri zamanı bu limfa düğümlərində artıq ki proses bu limfa düğümlərinə yayılır. Sonra isə yani ki bütün ümumi limfa akacağına geçebilir. Karın boşluğundaki olan limfa düğümleri, bu parietal limfa düğümleri esasen yerleşir dediğimiz gibi bu aşağı boş venanı ve buradaki karın aortasını hem ön tarafında hem yan taraflarında hem de ki arka tarafında yerleşir. Diğer taraftan pankreasın limfa düğümleridir. Sonra 12 parmak varsa pankreas limfa düğümleri. Bunlar da demek ki karın limfa düğümleri. Ancak bu karın limfa düğümlerinden en çok bu yukarı çöz limfa düğümleridir. Burada bu limfa düğümleri miktarı veya dediğimiz gibi net de 404'e kadar yani 66'da 404'e kadar demek çatabilir. Ve bağırsaklardan gelen limfa bu limfa düğümlerini geçerek sonra ise bu limfa düğümlerini ise bağırsak kütüğü yaranır veya dediğimiz gibi o bağırsak kütüğü de sağ ve sol perikütülerle birleşerek döş kafese akacağını emre getirir. Çanağın da limfa düğümleri yine çanağın parietal limfa düğümleridir. Çanağın visceral limfa düğümleridir.
Visceral limfa düğümləri orqanın ətrafında yerləşir. Silik hissəsinin yan tərəfində olan limfa düyümləridir. Diz bağırsağının limfa düyümləridir. Uşaqlıq yolunun limfa düyümləri. Parietal limfa düyümləri isə bunlar həm xarici qalça arteriyası, daxili qalça arteriyası, ümumi qalça arteriyasının ətrafında yerləşən parietal limfa düyümləridir. Aşağı ətrafın limfa düyümləri və bir də ki, onların limfa damarlarına fikir versək, aşağı ətrafı da limfa damarlarını bölürlər. Necə yuxarıda ətrafdakı olan kimi, həm onun səthi limfa damarları var, həm də ki, onun dərin limfa damarları var. Bu dərin limfa damarları əsasən bu dərində yerləşən bu arteriyaların ətrafında yerləşir. Əgər yuxarı ətrafından səthi limfa damarlarını deyəndə dedik ki, orada əsasən bu səthi limfa damarları yuxarı ətrafın baş venası, şah venası, yəni ki, o səthi venaların ətrafında yerləşir. Amma dərin limfa düyümləri isə o min arteriyası boyunca, dirsə arteriyası boyunca, bazo arteriyası boyunca deməli ki, orada yerləşən dərin limfa damarlarıdır. Burada da eyni zamanda aşağı ətrafın səthi limfa damarları və dərin limfa damarları aid olunur. Aşağı ətrafın səthi limfa damarları həm içəri qrup limfa damarları var, həm bayır qrup limfa damarları var və bir də ki, bunun arxa qrup limfa damarları aid olunur. Bunun içəri qrup limfa damarları baş barmaq, ayaq baş barmağı, birinci barmaq, ikinci, bir də ki, üçüncü barmaqda səviyyəsindəki olan limfa kapillarının birləşməsinə əmələ gəlir və böyük gizli venanı müşahidə edir. İçəri qrup limfa damarları birbaşa gəlir, qasıq limfa düyümlərinə açılır. Ancaq bayır qrup isə 4-cü, 5-ci barmaqdakı səviyyəsinə dəraltı pik qatında olan limfa kapillarının birləşməsinə əmələ gəlir. Bu bayır qrup limfa düyümləri bu gəlir, deməli, keçir dizaltı, bu diz qapağının altında birləşir içəri qrup limfa düyümlərinə və ya da ki, əgər burada olarsa, ön qamış arteriyası ətrafında ön qamış limfa düyümlərinə açılır. Ancaq arxa qrup limfa damarları, səthi limfa damarları isə bu deməli ki, kiçik gizli vena boyunca yayılır və kiçik gizli vena boyunca yayılaraq gəlir deməli ki, dizaltı çuxurdakı olan limfa düyümlərinə açılır. Ümumiyyətlə, aşağı ətrafdakı olan limfa düyümlərini bir dizaltı çuxurda yerləşən limfa düyümləridir və bir də ki, qasıq deməlidə qasıq bağının altında yerləşən burada hansı ki, həm fasciyanın üzərində bunun həm bu enli fasciyasının bu səthi səhifəsi üzərində yerləşən, həm də ki, o fasciyanın altında yerləşən qasıq limfa düyümləri aid olunur. Yəni, fasciyanın üzərində yerləşən səthi limfa düyümləri, fasciyanın altında yerləşən isə dərin qasıq limfa düyümləri aid olunur. Burada bütün bu, əgər bu patoloji proses olarsa aşağı ətrafda, əgər bu dediyimiz kimi əvvəl burada bu arxa qrupda olarsa, yəni ki, bu daban nahiyəsində olarsa, baldan arxasında olarsa, bu əvvəlcə patoloji proses dizaltı limfa düyümlərinə yayılır. Sonra isə bu yayılır, gəlir artıq qasıq, yəni ki, limfa düyümlərini. Qasıq limfa düyümləri eyni zamanda cinsiyyət orqanlarından limfa damarlarını da qəbul edir. Qarnın ön divarından da limfa damarlarını qəbul edir. Ona görə də xarici cinsiyyət orqanlarında əgər bir patoloji proses olarsa, burada da qasıq limfa düyümləri şişir, böyüyə bilər. Və ya dediyimiz kimi, necə yuxarı ətrafda olan kimi, əgər baş barmaqda irəlili proses olarsa, və o birbaşa artıq yayılacaq burada qasıq limfa düyümlərinə, qasıq limfa düyümləri şişir. Sonra isə bu artıq deməli ki, keçir artıq çanaqdakı olan limfa düyümləri. Sonra isə nəhayətdə bütün bu patoloji proses limfa sistemi boyunca bütün deməli ki, bədənimizə yayıla bilər. Diqqətinizə görə sağ olun.
Bugünkü münazirə limfa sisteminin anatomiyasıdır. Limfa sistemdən quruluş şerbetləri, limfa axacaqları, onların topografiyası, baş, boyun, döş qəfəsi, ətrafların limfa düyünləri, damarları haqqında olacaq. Əvvəlcədən bildiyimizə görə ümumiyyətlə damar sistemi iki şöbəyə bölünür. Qan damar sistemi, vazosanguina və limfa damar sistemi, vazolimfatika. Qan damarlarında qan adlanan maye toxumu cərəyan edir. Limfa damarlarında isə limfa adlanan rəngsiz maye toxuma cərəyan edir. Ümumiyyətlə, limfa sistemi venos sistemə köməkçi olaraq inkişaf edir və bunun vəzifəsi limfanın bu hüceyrarası sahədən, yəni ki, toxumalardan onu çıxardaraq onu venos sistemə daşımaqdan ibarətdir. Yəni bunun bir nəqliyyat, transport vəzifəsi vardır. İkinci tərəfdən limfa sistemi vasitəsi ilə bu hüceyrarası sahələrdə olan o ölmüş bu hüceyrələrdir, mikroblardır, ümumiyyətlə bədən üçün olan zərərli yad cisimlərdir. Onları çıxarmaqdan ibarətdir və eyni zamanda zıvaqların kolloid məhlulları və suda həll olan kristaloidləri toxumalardan çıxardıb bunu limfa kapilyarına keçirməkdən ibarətdir. Ümumi şəkildə götürsək, iri molekullu maddələr bu ancaq limfa kapilyarlarından sorulur, bunu venos qan kapillarları öz yollarından keçirə bilir. Və beləliklə limfa sistemi venos sistemə köməkçi vəzifəni həyata keçirir. Bundan başqa limfa sistemi vasitəsi ilə patogen mikroblar tutulur və eyni zamanda məhv olunur. Ondan başqa limfa sistemində onun damarları boyunca yayılan limfa düyünlərdən yeni limfositlərdir, leykositlərdir, limfoid elementlər yaranır və bu da ki, limfanı zənginləşdirir. Limfanın digər bir vəzifəsi ondan ibarətdir ki, bu formaları, toxumalara, orqanlara daşıyır və orqanlar arasında əlaqə yaradır. Digər tərəfdən əgər şiş hüceyrələri olarsa, xərçə hüceyrələri olarsa, bu da limfa sistemi vasitəsilə yayılır. Limfa sistemi ilə venos sistemi arasında həm oxşar əlamətlər vardır, həm də ki, fərqli əlamətlər vardır. Bunlar oxşar əlamətlər ondan ibarətdir ki, mayenin cəryanı periferiyadan mərkəzə doğrudur. Yəni, həm limfa, həm də ki, venalarda olan venos qan, bunlar periferiyadan mərkəzə ürəyə doğrudur. İkinci bir tərəfdən həm limfa damarların divarlarında, həm də ki, venos qan damarların divarlarında qapaqların olmasıdır. Bəs fərqli cəhət nədən ibarətdir? Fərqli cəhət ondan ibarətdir ki, əgər qan damar sistemində bu damar sistemi qapalı dövran təşkil edirsə, ancaq limfa sistemində isə dirək qapalılıq yoxdur. Yəni, limfa sisteminin periferi ucu kör olur, mərkəzi ucu isə açıq olur və venos sistemə açılır. Digər tərəfdən limfa sistemi venos sistemə fərqli olaraq limfa damarları boyunca limfa düyünlərinin yerləşməsidir. Baxaq görək limfa sistemi hansı başlanğıc elementləri nədən ibarətdir? Limfa sisteminin başlanğıc elementləri limfa kapillarlarından ibarətdir. Limfa kapillarları bir-birlə birləşərək limfa damarlarına əmələ gətirir. Limfa damarlarının birləşməsindən limfa kötükləri və o kötüklərin də birləşməsindən iri kollektorlar, yəni limfa axacaqları əmələ gəlir. Limfa kapillarları ilə venos qan kapillarlarının quruluşu arasında bir fərq vardır. Bu fərq ondan ibarətdir ki, bu venos qan kapillarlarının diametri ilə limfa qan kapillarlarının diametrləri arasında
müəyyən dərəcədə fərq vardır. Limfa kapillərinin diametri daha böyükdür. Onun diametri 200 belə deyək, mikrona qədər, yəni 0,2 millimetrə qədər çatır. Və bunun böyük olması da bu iri molekullu zülalların kapillərlərin divarından keçməsinə səbəb olur. Digər tərəfdən limfa kapillərinin divarı bir qat endotel hüceyrələrdən təşkil olunmuşdur. Və bu endotel hüceyrələri, yəni ki, bu qat təşkil edən endotel hüceyrələri o nazik dəstələr vasitəsilə toxumaların kollagen iplərinə birləşmiş olur və bunun da əhəmiyyəti vardır ki, bunun nəticəsində limfa kapillərləri genişlənir və daha çox mayyəni çıxa bilir. Bu ölümlər zamanı burada olan mayyənin miqdarının çıxmamasına, yəni onun tutmasına səbəb ola bilər. Limfa kapillərləri bir-birlə birləşəndə tozlar yaranır. Ancaq bundan başqa limfa kapillərləri ola bilsin ki, hibrid şəklində olsun, ya sadə hibrid şəklində, ya da hibrid şəklində olsun. Bu əsasən bağırsaqların xovlarında, nazik bağırsaq xovlarında təzadüf olur. Ancaq bəzi orqanlarda limfa kapillərləri olmur. Belə ki, sümük irinində olmur, cifdə olmur, dalaqda olmur. Bundan başqa dərinin epidermis qatında olmur, dönmək qızlarında olmur. Bu beyində olmur, beyində olmur. Sonra göz yumasında, qulaqda, daxil qulaqda limfa kapillərləri olmur. Ancaq burada limfa sahələri vardır və bu kapillərlərin deməli ki, hansı bunu əvəz edə bilir. Yəni ki, beyin qışalar arasındakı sahələr vardır. Belə ki, bu qışaltı, hemşirtoruna benzər qışaltı boşluqlardır, beynin daxilindəki olan məndəciklərdir və s. Və burada və yaxud da ki, göz almasında göz kameralı mayəsidir, daxil qulaqda götürəndə həm də limfa mayəsidir, perilimfa mayəsidir. Və bunlar da özləri deməli ki, hansı ki, limfa kapillərlərindən əvəz edirlər. Limfa kapillərinin birləşməsindən limfa damarları yaranır. Limfa damarlarının iki limfa damarları var. Bir orqan daxili və bir orqan xarici limfa damarları. Bu orqan xarici limfa damarlarında artıq limfa damarlarının daxilində kapillər, daha doğrusu qapaqlar meydana çıxır. Yetkin şəkildə bu qapaqlar bir-birinə qarşı dayanmış belə qapaqlar yaranır. Bundan başqa orqan daxili limfa damarların da ki, bu ancaq bunun quruluşuna gəldikdə, divar quruluşuna gəldikdə əsasən iki qatda təşkil olunur. Bunun daxili qat, daxili qat və xarici nazik adventisiya qışlasından ibarət olur. O harada ki, qapaqlar olan yerlər var, o limfa damarına, orada daralmalar əmələ gəlir və daralmalar ilə arasında isə girişlər yaranır və limfa damarları sanki bir təsvir şəklində alır. Bu orqan xarici limfa damarları ilə orqan daxili limfa damarlarında əgər götürsək, qapaqlar orqan daxili limfa damarlarında daha yaxın yerləşir. Qəbinlə bu arasında məsafə 2-3 millimetr, amma orqan xarici limfa damarlarında isə bu qapaqlar arasındakı məsafə 12-15 millimetrə qədər çatır. Bu qapaqların əsas vəzifəsi ibarətdir ki, limfanın geriyə doğru hərəkət etməsinin qarşısını alır. Ancaq o bir istiqamətə doğru limfa hərəkət edir. Bu venalardan fərqli olaraq burada qapaqlar daha vena qapaqlarından fərqli olaraq burada qapaqlar daha nazik olur. İndi biz əgər bu arteriyaların, venaların divar quruluşunu, həm də ki, limfa damarlarının divar quruluşuna baxsaq, gördük ki, burada da eynidir. Yəni, daxildən intima qışası, ortadan əzərə qışası, xaricdə isə adventisiya qışasıdır.
və ya dediyimiz kimi onun və oradan daxili limfa damarları əsasən iki qişadan ibarətdir. Artıq oradan xaricdən limfa damarları isə onun divarları 3 qatdan təşkil olunur. Limfa damarları boyunca limfa düyünləri yerləşir və ya dediyimiz kimi limfa düyünlərinin yerləşməsi onu venöz sistemindən fərqləndirir. Limfa düyünləri müxtəlif ölçüdə ola bilər. Bunlar sancaq başı böyüklüyündən iri lobya dənəsi böyüklüyünə qədər ola bilər. Yəni 3-5 sm qədər buna ölçüsü çata bilər. Bunların formaları da müxtəlifcə olur. Ya belə böyrək formasında olur, ilk yerdə olur, ya da ki oval şəklində olur, ya da ki belə segmentlərə bölünmüş şəkildə olur, ya da ki oval şəklində olur. Bu limfa düyünlərinin ümumi miqdarını götürsək, bədənimizdə 1000-ə qədər belə limfa düyünləri yerləşir. O limfa düyünlərinin bu düz faksiya nisbətdə götürsək, bunlar səthi limfa düyünləri və bir də dərin limfa düyünləri, yəni faksiyanın üzərində yerləşir səthi limfa düyünləridir. Faksiyada isə dərində isə dərin limfa düyünləri yerləşir. Ümumiyyətlə, limfa düyünlərinin yerləşmə yerinə baxdıqda, əsasən bu bədənimizdə olan təbii çuxurlarda yerləşir, yəni ki, qoltuq çuxurunda yerləşir, dirsək çuxurunda yerləşir, dizaltı çuxurunda yerləşir. Bundan başqa, boyundakı olan o üst-bucaqlarda, çuxurlarda o limfa düyünləri yerləşir. Bir də ki, iri damarların ətrafında yerləşir. Orqanların isə qanadlı qapısında limfa düyünləri yerləşir. Limfa düyünlərinin əsas vəzifəsi nədən ibarətdir? Bu, ümumiyyətlə, bioloji süzgəc vəzifəsini daşıyır. Yəni, hər bir orqanın özünün limfa düyünü vardır və o orqanlardan çıxan limfa, o limfa düyünü keçdikdən sonra, təmizləndikdən sonra digər limfa düyününə gedir və orada əgər təmizlənməyən, yəni ki, o bakteriyalardan, mikroblardan təmizlənməsə, yəni digər bu limfa düyünündə onu təmizlənir. Beləliklə, limfa düyününün bioloji süzgəc, bioloji filtr vəzifəsini həyata keçirir. Limfa düyünü ki, onun bir xarici səthi çıxıq olur, ancaq bunun bu içəri səthində isə basıqlı olur və ora limfa düyünün qapısı deyirlər. O limfa düyünün qapısından arterial sinirlər daxil olur, vena və ki, buradan aparıcı damarlar, limfa damarları çıxır. Ümumiyyətlə, limfa düyünü xaricdən kapsüllərə əhatə olunur, birləşik toxumda əmələ gələn kapsüllərdə olur. Onun çıxıq səthindən daxil olur gətirci damarlar, buna vaz arteriyası deyilir. Bu gətirci damarların miqdarı ola bilər 2-4, bəzən də çox olur, 7-8 ədəd olur. Ancaq onun qapısından isə aparıcı damar, vaz arteriyası xaric olunur. Bunun isə miqdarı 1-2 ədəd ola bilir. Ümumiyyətlə, gətirci damarların miqdarının çox olması, aparıcı damarların isə miqdarının az olması nəticəsində limfa düyünündə təzyiq yaranır və bu təzyiqin hesabından limfa düyündə limfa süzülür. Limfa düyünün kapsulasından daxilə doğru atmalar gedir və atmalar limfa düyünün stromasını təşkil edir. Atmalar arasında isə limfa düyünün parenximası qalır. Limfa düyünün parenximası iki maddə təşkil olunur. Bu, qabıq maddə və bir də ki, onun qapısına yaxın olan beyin maddə. Bu, trabekullar, hansılar ki, kapsıldan limfa düyünə daxilin doğru gələn atmalar, eyni zamanda qapıdan da belə atmalar gəlir. Beləliklə, bu uzun qapı atmaları ilə bu kapsulanın verdiyi deməli ki, bu atmalar bəzən bir-birlə, əgər uzun olarsa, bir-birlə birləşə bilər. Bu beyin limfa düyünün bu qabıq maddəsi limfa düyüncüklərdən təşkil olunur, folikullardan təşkil olunur. Onun ətrafında isə difüz limfoid toxuma vardır. Ancaq bu beyin maddə isə təşkil olunur, burada retikulyar toxumundan, limfoid toxumundan təşkil olunur və burada beyin atmaları, medulla ordu deyilən ki,
zolaq şəklində olan akvalar olur. Beyin maddələrinin hesabına əmələ gələn bu beyin deməli akvalar, orada mücuvlar istəyirlər. Bunların bir-birlə birləşməsindən mürəkkəb tor əmələ gəlir və bu mürəkkəb tor da bu limfa düyününün qapısına yaxın yerləşir. Gətirici damarlar kapsanın altındakı olan kapsa altı cibə açılır və belə edəklər ki, gələn limfa axaraq kapsa altı cibə tökülür. Bu kapsa altı cib, sinus subkapslar deyilir və buradan limfa axaraq qabıq ciblərindən keçir. Yəni, qabıq maddə ilə atma arasında qalan cibə qabıq cibi deyilər. Sinus corticalis deyilir. Sonra isə limfa axaraq beyin ciblərinə keçir. Yəni, beyin maddə ilə atma arasında qalan cib beyin cib adlanır. Beyin ciblərinin isə bir-birlə birləşməsindən qapı cibi yaranır və bu qapı ciblərindən isə başlayır artıq aparıcı damar. Beləliklə, hər bir orqandan çıxan limfa düyününə keçdikdən sonra, təmizləndikdən sonra digər limfa düyününə keçir və beləliklə bir orqanın ətrafında bir neçə belə limfa düyünü ola bilər. Məsəl üçün, bağırsaqlarda götürsə, orada limfa düyünləri miqdarı çoxdur. 66-dan 404-ə qədər limfa düyünləri var. Əgər qorxu çıxımını götürsək, isə 12-dən 45-ə qədər limfa düyünləri var. Basit limfa düyünlərini götürsək, 4-dən 20-yə qədər belə limfa düyünləri var. Və beləliklə, ümumiyyətlə götürsə, hər bir orqanın özünün təmizləyici limfa düyünləri vardır. Ancaq qida borusunun orta hissəsindən bu hansı ki çıxan bu limfa isə o birbaşa döş atacağına açılır, orada limfa düyünü keçmələn. Bu isə nisbətən təhlükəlidir. Çünki əgər qida borusunda xərçəng xəstəliyi olarsa, o birbaşa artıq limfa selinə keçir. Yəni, limfa düyünü keçmədən, o təmizlənmədən birbaşa tez bir sürətdə o xərçəng hüceyrələrinin və şiş hüceyrələrinin yarılmasına səbəb olur. Buna görə də o qida borusunun orta hissəsinin hansı ki, o limfa düyünlərinin olmaması o nisbətən tez bir zamanda xərçəng xəstəliyinin, əgər qida borusunda xərçəng xəstəliyi olursa, ona gəlməsindən səbəb olur. Limfa düyünlərindən çıxan bu, yəni ki, damarlar, aparıcı damarlar, sonradan onların hamısının bir-birlə birləşməsindən beləliklə limfa kötükləri yaranır. O limfa kötükləri həm bu bədənin həm aşağı hissəsində, həm də ki, yuxarı hissəsində belə limfa kötükləri yaranır. Bu limfa kötüklərinin birləşməsindən iki atacaq yaranır. Yəni, iki böyük limfa damarı, kollektor limfa damarı yaranır. Bunlardan birisi döş qəfəsi atacağıdır, ductus thoracic, digəri isə sağ limfa atacağıdır, ductus lymphaticus dexter adlanır. Ductus thoracic döş atacağı, bunun uzunluğu 30-40 cm-dir. Buna əmələ gələn yeri diafragmadan aşağıda 12-ci döş fəqrəsi ilə 1-ci bel fəqrəsi arasında 3 kötüyün birləşməsindən yaranır. Onlardan sağ bel kötüyüdür, sol bel kötüyüdür, bəzən isə bağırsaq kötüyü də iştirak edir. Amma əsasən iki kötüyüdür, sağ bel kötüyü, sol bel kötüyüdür və dediyimiz kimi bəzən də bağırsaq kötüyüdür. Bunların ikisinin birləşməsindən əmələ gəlir döş qəfəsi atacağı. Bu döş qəfəsi atacağının başlanğıc hissəsi geniş olur. Ona hilus sisteması, süd görü deyirlər. Hilus sözünün mənası süd deməkdir. Bu nə mənasında götürülür? Belə ki, həzm prosesi zamanı yaranan bağırsaqlarda olan limfanın rəngi süd rəngində olur. Bu, ümumiyyətlə biz demişdik ki, limfanın rəngi olmur. Ümumiyyətlə, limfa sözünün mənası latın sözündən götürülürdür. Yəni ki, təmiz, şəffaf su deməkdir. Yəni ki, bu mənada işlədir. Amma
süt rəngində olması ancaq bu həzm prosesi zamanında bağırsaqlardan sonulan limfa yağların qarışması nəticəsində onun rəngi süt rənginə olur və vaxtilə alimlər bu limfa damarların üzərində tədqiqat aparanda onları görəndə onları elə süt damarları adlandırmışlar. Bunu sizə İtalyan alimlər Gasparo Azeglio o bağırsaqlardan gələn limfa damarlarını süt damarları adlandırmışdır. Ancaq digər bir İtalyan alimi 16-cı əsr alimlərdəndir, Bartolomeo Safari. O ilk dəfə o döş atacağını, bu atların, məhv olmuş atları o ki, döş qəfəsində bu döş atacağını ilk dəfə o təsvir etmişdir. Döş atacağı qanın boşalma xəttəsində yaradıldıqdan sonra bu diafragmanın əlçıları arasından döş boşluğuna keçir və döş boşluğunun omurganın üzəri ilə qida borusunun arxası ilə döş aortası ilə tək venanın arası ilə yuxarı doğru qalxır. 6-cı, 7-ci döş fəqərəsi bərabərində sola doğru meyl edir. 3-cü döş fəqərəsi bərabərində bu qida borusunun arxasından çıxır. Və 5-ci, 7-ci boyun fəqərəsi səviyyəsində bu artıq döş qəfəsi atacağı onun boyun hissəsini keçir. Təxminən 7-ci boyun fəqərəsi bərabərində bu qrikoz əmələ gətirərək sol venoz bucağa açılır. Sol venoz bucaq, sol daxili vidaci ven ilə sol körpüçüaltı venanın arasında gələn qalan bucağa deyilir. Ümumiyyətlə, döş qəfəsi axacağının uzunluğu və dediyimiz kimi 30-40 sm bucağı bundan da hələ uzun ola bilər və onun 4 hissəsi ayrılır. Onun birinci hissəsi onun qarın hissəsidir. Bunun ikinci hissəsi, ən uzun hissəsi onun döş hissəsidir. Üçüncü hissəsi onun boyun hissəsi, dördüncü hissəsi onun qol şəklində olan hissəsidir. Və burada döşün əmələ gəlməsinin də bir funksional cəhətdən əhəmiyyətli olma ibarətdir ki, burada limfanın bu sol venoz bucağına keçməsi üçün daha yaxşı şərait yaratmış olur. Döş qəfəsi axacağı bədənimizin 4/3 hissəsindən limfanı yığır. Yəni, bu deməli ki, əgər ümumi şəkildə götürsək, bütün bədənin, yəni bütün aşağı ətraflardan o qarın boşluğunda, qanın divarlarından, döş qəfəsinin sol yarısından, sol alçıqda, ürəyin sol yarısından, sol yuxarı ətrafdan, boynun sol yarısından və bir də ki, başın sol yarısından limfanı yığaraq sol venoz bucağa açılır. Yerdə qalan isə, hansı ki, bədənin 4/1 hissəsi, təxminən bunun 30% olan hissəsi isə bu sağ limfa, oradan yığılan, bədənin o hissəsindən yığılan limfa, sağ limfa axacağına toplanır. Nə də sağ limfa axacağı çox vaxt olunur və bu ayrı-ayrı kötüklər şəklində olur. Daha doğrusu bu hansı ki, bədənin o sağ yarısından, yəni döş qəfəsinin sağ yarısından, döş qəfəsinin sağ yarısının sağ akciğerdir, sağ yuxarı ətrafdır, başın, boynun sağ yarısından gələn limfa ayrı-ayrı kötüklər şəklində sağ venoz bucağa açılır. Yəni, 3 kötük şəklində. Bunlardan birisi sağ vidaci kötükdür, sağ digəri sağ bronx orta divar kötüyüdür. Bir də ki, sağ körpüçüaltı kötükdür. Əgər bu 3 kötük birləşərsə, burada təxminən 10-12 mm uzunluğunda sağ limfa axacağı yaranır və bu da ki, sağ venoz bucağı, yəni sağ daxili vidaci ven ilə sağ körpüçüaltı venanın birləşdiyi yerə çıxılır. Bütün bu limfa düyünlərini əgər biz qruplara bölsək, yəni bədən nahiyələrinə görə bölsək, onlar var ki, başın limfa düyünləri, boynun limfa düyünləri, sonra döş qəfəsinin limfa düyünləri yuxarı ətrafdan aşağı ətrafı, çanağın və qarnın limfa düyünləri ayrı olmalı. Bu limfa düyünlərinə biz regional limfa düyünləri deyirik ki,
Yəni hər bir nahiyədən yığılan limfa o regional limfa düyünlərini keçdikdən sonra onlar iri kötüklər şəklində axıcıqlara əmələ gətirir və drenos ki, bu sistemə açılır. Ümumiyyətlə, limfanın cəryanı qandan qana, yəni o qandan əmələ gəlir, tezdən yenə də qana sorulur. Beləliklə, bu drenos sistemə köməkli vəzifəsini həyata keçirir. Əgər biz başı limfa düyünlərini götürsək, bu qulaq arxasında nəyə bənzər limfa düyünləridir. Sonra ənsər limfa düyünləridir. Sonra bu altı vəzifəsinin səthi limfa düyünləri var, dərin limfa düyünləri var, özəl limfa düyünləridir, çənə limfa düyünləridir, çənəaltı limfa düyünləridir. Qulaq arxası limfa düyünlərə aid olunur. Boyun limfa düyünlərinin isə səthi və buradakı dərin limfa düyünlərinə bölürlər. Səthi limfa düyünləri əsasən xarici vidacı vena boyunca yerləşir. Dərin limfa düyünlərini isə iki qrupa bölünür. Bir dərin ön qrup limfa düyünləri, digəri isə boynun dərin bayır qrup limfa düyünlərinə bölünür. Boynun dərin qrup limfa düyünləri bu qırtlağın önündə, nəfəs borusunun önündə, nəfəs borusunun yanında və belki qalxına bənzər vəzifəsində yerləşən limfa düyünləridir. Dərin bayır limfa düyünləri isə daxili vidacı vena boyunca yerləşir və bu dərin bayır limfa düyünlərindən burada bir limfa düyününü klinik baxımdan ayırt edirlər. Bu limfa düyünlərindən birisi qarıncıq vəzifəsinin dal qarıncığı ilə bu daxili vidacı venanın kəsişdiyi yerdə olan limfa düyünüdür. Bu limfa düyünü noduli limfatisi hidrodigastritsə adlanır. Digər limfa düyünü isə daxili vidacı vena ilə kürəkdiraltı əzələnin bir-birinə çaprazlaşdığı yerdə olan limfa düyünüdür. Və buna isə kürək, vidacı kürək diraltı limfa düyünü noduli limfatisi homoeoides deyilir. Bu nodulus limfatisi hidrodigastritsə burada homoeodes'in ayrıca şekilde götürməsinin səbəb olur ki, əgər filin xərçəngi olarsa, filin zirvəsində xərçəng olarsa, bu əvvəlcə o limfa, yəni xərçəng hüceyrələri limfa damarları vasitəsilə yayılır çənəaltı limfa düyünlərinə. Sonra isə çənəaltı limfa düyünlərinə isə limfa damarları vasitəsilə boynun dərin limfa damarları vasitəsilə gəlir, bu kürək-diraltı limfa düyününə keçir. Əgər kürək limfa düyünü bu zaman artıq sanki əgər xərçəng hüceyrələri olarsa, burada bu limfa düyünü şişir, böyüyür. Ümumiyyətlə, normalda limfa düyünü çox yumuşaq olur. Bunu ancaq deməli patoloji proses olduqda limfa düyünü böyüyür, şişir və sərtləşir, bərk olur. Normalda bunu yenə bunu o qədər əlləmək asan olmaz, çünki bu kütləsi bunun yumuşaq olur. İndi əgər filin bu kökünə yaxın olarsa, şək xəstəliyi və bədbəxt xəstəlisi olarsa, bunda bu limfa damarları boyunca yayılan bu limfa gəlir bu iki qarıncıqlı dediğimiz hidrodigastrit, vidacı iki qarıncıqlı limfa düyününün şişməsinə, böyüməsinə səbəb olar ki, bunda bəyək dediyimiz kimi klinikada əhəmiyyəti var. Burada da slide edirsiniz, yəni ki, dərin boynun bayır limfa düyünlərini burada görürsünüz. Sonraki limfa düyünlərindən aşağıdaki udlaq arxası da limfa düyünləridir. Və udlaq arxası limfa düyünləri də iltihaba prosesi olarsa, udlaqda, burun boşluğunda, burun ətrafı ciblərdə bu limfa düyünləri də şişib böyüyə bilər. Digər tərəfdən yuxarı ətrafın limfa damarlarına və limfa düyünlərinə fikir versək, onda burada görərək ki, yuxarı ətrafın səthi limfa damarları aid olunur. Buradakı onun dərin limfa damarları. Səthi limfa damarları qaraltı pik altında yerləşir və bu səthi venaları müşahidə edir. Bildiyimizə görə yuxarı ətrafda iki səthi vena vardır, qaraltı venadır. Bunlar da birisi baş venadır, digər isə şah venadır. Ona görə bir baş venanın
yani boyunca yayılan yukarı ətrafın bayır saki limfa damarlarıdır. Diğer tarafta o yalnızki şah vena boyunca yayılan yukarı ətrafın ki içeri saki limfa damarlarıdır. Bir de saydığımız saki ile yayılan orta grup limfa damarlarıdır. Bu bayır grup limfa damarları baş vena boyunca bunu müşahede edilerek gelir bu orta limfa tüylerine açılır. Artık eğer baş parmağımızda, daha doğrusu bu bayır limfa damarları, saki limfa damarları baş parmakta ikinci ve üçüncü parmak seviyesinde əmələ gələn, hansı ki dərində dəri altı qatında yerləşən o limfa kapilyalarının birləşməsinə əmələ gəlir və bu birbaşa gəlib açılır artıq. Yəni ki, bu dediğimiz koltuk limfa düğümlerine. Eğer baş parmakta ikinci veya üçüncü parmakta iltihabı prosesi olarsa, onda artık bu irilik prosesi koltuk limfa düğümlerine yayılır ve koltuk limfa düğümleri burada şişir. Diğer taraftan içeri grup limfa damarları yine sebep gibi sert limfa damarlarına. Bu esasen 4. 5. ve bazen de sanki 3. parmaktan bu limfanın qəbul edir. O kapilyaların orada birləşməsinə əmələ gəlir. Şah venanın müşahidə edilərək gəlir əvvəlcə bu dirsək limfa düğümlərinə, sonra isə dirsək limfa düğümlərindən keçərək koltuk limfa düğümlərinə açılır. Burada əgər çeşirə bağlamaqda və ya da ki 4. bağlamaqda iltihabı prosesi olarsa, onda əvvəl dirsək limfa düğümləri şişir, sonra isə koltuk limfa düğümləri şişir. Orta grup limfa damarları ise bir taraftan hem dirsək çıxına çatdıqda, bir taraftan hem bayır grup limfa damarlarına birləşir, diğer taraftan da içeri grup limfa damarlarına birləşir. Ümumiyyətlə, koltuk çıxında yerləşən limfa düğümləri, buna biz koltuk limfa düğümləri deyirik. Bu koltuk limfa düğümləri 5 qrupa bölünür. Bu limfa düğümləri koltuk çıxının arxa divarında, hem onun bayır divarında, içeri divarında, onun koltuk çıxının bu ortasında, yani ki onun mərkəzi limfa düğümləri de deyilir ve bir de ki koltuk çıxının bu zirvəsində zirvə limfa düğümləri ayrı olunur ve esasen 5 grup limfa düğümləridir. Bunların koltuk çıxına yerləşən limfa düğümləri miqdarı 12'den 45'e kadar çatabilir. Ancak bazen böyük göç hücresi ile kiçik göç hücresi arasında da ön limfa düğümleri de, yani ki göç arası limfa düğümleri de tedavi bulunur. Bu limfa düğümleri, o bütün yukarı etraftan gelen limfa düğümlerini geçirip bundan başka bu limfa düğümlerini en sonunda göç kafesinin ön divarından gelen de bu limfa düğümlerini geçerek sonra ise kötüklere açılır. İntensif resinden limfanın taşınma yoluna biz geldikte bu kadınlarda bu süresinin şişleri, bu bedkasteli şişleri kaçırdığı zamanı bu süresinin bu limfanın taşınma yolunu bilmeyin çok büyük bir klinik ehemmiyeti vardır. Ümumiyyətlə bu limfanın hansı ki daşınma sübrəsindən bu daşınma akma yollarına baxdıqda adətən sübrəsini 4 kvadratda bölürlər. Bu kvadratdan yuxarı bayır kvadrat, bundan yuxarı içəri kvadrat, aşağı bayır kvadrat və aşağı içəri kvadrat. Bu yuxarı bayır kvadratdan və bu daşınan hansı ki limfa əsasən bu keçir koltuk çıxınının içeri grup limfa düğümlerini, merkezi limfa düğümlerini ve bir de zirve limfa düğümlerini. Ve böylelikle bu, eğer bunun bu yukarı bayır kvadratı girinli proses olursa veya da gerçek olursa, şiş olursa, bu hansı ki girinin hem yayılması hem de gerçek içerilerin yayılması birbaşa bu dediğimiz limfa düğümlerine geçir. Eğer bu aşağı bayır kvadratı olarsa hem limfa bir taraftan axır koltuk limfa düğümlerine
ki, içəri vurdular düyünlərinə. Digər tərəfdən isə döş yanı limfa düyünlərində açılır. Bundan başqa bu yuxarı içəri kvadratdan, buradakı aşağı içəri kvadratdan olan limfa əsasən döş